Salam, vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bugün çəkib təlimizimiz həyətimiz Xırdalan şəhərində, Xırdalan dairəsi ərazisində yerləşən çox bir gözəl bir yerdə yerləşir. Heç bir tıxaca propaya düşmədən Xırdalan dairəsi Qədirxum restoranına yaxın bir məsafədədir. 3 otaqlı, ümumi sahəsi 83 kvadrat olan həyət temizində çəkib təlim edirəm. Sənəd bələdiyyə qiymətləndirmə, gənc aililər üçün və alıb kira vermək üçün çox gözəl bir alternativ variantdır. 5 daş kürsüdən ibarətdir. Daxil olduğu həyət evimizin dəhlizinə gördüyünüz kimi belə bir dəhlizdir. Normal ölçüdə xudmanlı bir həyət evidir. Bura oldu mətbəxi. Gənc aililər üçün, asaylı aililər üçün və alıb kira vermək üçün çox gözəl bir variantdır. Heç bir qonşunun divarına maneə yaratmır. Dəyərli izləyicilər, ara məsafəsi var. Bura oldu bir otaq. Dəyərli izləyicilər, daha doğrusu ikinci bir otaq. Bura oldu üçüncü bir otaq. Gördüğünüz kimi 2 dənə sarpayı var. Dəyərli izləyicilər, sənəd bələdiyyə qiymətləndirmə, qaz, su, işıq, Asan xidmətdə, Asan Kommunal şöbəsində yeni sahibinin adına keçəcək. Gördüğünüz kimi dəyərli izləyicilərimiz belə bir həyət evidir. Bütün marşrutlar Xırdalan dairəsinin yaxınında olduğu kimi Astovkada keçir. Heç bir tıxaca düşmürsən Xırdalan şəhərində. Yəni Xırdalan şəhərinin düz dairəsinin yanında yerləşir. Qədirxum restoranının yanındadır. Dəyərli izləyicilərimiz, həyət evimiz yeni çıxıb satışa. Tez bir zamanda satılacaq. Tələsin, əldə etmək üçün çox gözəl bir variantdır. Məndən bu gün bu qədər. Qiymət şərh bölməsində qeyd olunacaq. Sağ olun dəyərli izləyicilər.